Bu nədir? Belə bir Burada adı deyir yemək. ki, həyatında israf etmə, məhv etmə, itirmə, nə istəkanı, nə də özünü. Deyilən sağlığa. Koreya dilində sağlıq deyil. Mövzu bax, uzaqça gedir ki, balığın börəyi varmı və neçə börəyi var? Qiymət verirsən. Mən buna 10 üzərindən 10 verirəm, çünki 2 nə? Demək olar o sonda pendirli olanları bəyənmədim. Kartofson ölmədən öncə qızılların yerini. Bunun videonun ən sonuna qoyun. Çok. Salam, Let's Go Seymur YouTube kanalı izləyiciləri. Bugün çox fərqli bir çəkiliş edəcəyik. Gəlmişik hara? Koreya restoranına. Hancock'dur adı. İndi açıqlamasını videoda çəkiş ərzində deyəcəm. Və bizə belə bir papaq təqdim elədilər, sağ olsunlar çəkiliş üçün. Və bugün çəkilişi kimlə edirəm? Hüseyin bəy və Həyat xanım. Hüseyin bəyin Asiya yeməklərinə olan sevgisini biz istədik real praktiki yoxlayaq. Hüseyin, belə havada cəmaət gedir xaş yeməyə, xəncələ gedir, dolmaya gedir. Biz gəlmişik ki, gəlib Koreya restoranına gəlmişik. Hüseyin, izləyicilərlə salam. Bəli, salam, hər vaxtınız xeyir olsun. Hər kəs salamlayıram. Görə indi bizi nə sürprizlər gözləyir. Həqiqətən özümüz də bilmirik. Yəni Vietnam, Tayland, Çin, hamısını yoxladıq. Görək Koreyanla. Sən axırıncı o bambuk sponçu var o söhbəti. O əslində axırıncı olmuş, bu ilk olmuşdu. Bu axıra çıxdı da videoda. Hə, axıra düşmüşdü. Bu Mən də buradayam, mən də sizi salamlayıram. Bəli. Mənə söz verilməyib, mən özüm salam, mən də sizi salamlayıram. Mən bunların hesabına gəlmişəm buraya. Çox güman ki, mən yeməyəcəm. Bunlar salamat qalmasın, mən sizə başınızdakı xəbər dekorasiya edəcəm. nədir? Qeyri-adi və. Bu mışdı da, yəni mışlıqdan dolmaya yox, bizi Koreya mətbəxinə gətirdilər. İzləyicimiz Həyat xanım Azərbaycanlıdır. Bəli, bəli. Peki restoranına hoş gəldiniz. Sən qeyri-adi səndə də papaq var, bir dənə göstər. Bəli, eyni qeyri-adi sizdə kimi də papağı var. Koreya restoranı. Bura Bratislavanın belə deyək, mərkəzi Küçəsidir. Obxodna deyirlər də, bura küçənin adı. Obxodna gedir. Biz Həm də burada turistik olan yerdir. Burada çoxlu restoran və belə deyək də kafelər var. Tramvayımız da var burada. Mağazalar var. Bəli, bizim Bratislavanın simvol olan Özdə qırmızı tramvaylarımız keçir. retro tramvay. Hə, bu biraz köhnə stil tramvaylardandır. Sonra sənin üçün Asiya yeməkləri mətbəxi deyəndə, özəlliklə Koreya restoran belə də mətbəxi deyəndə, səncə nə kimi bizi belə bir dad gözləyir? Yəni bizim ölkə çox yad bir dad olacaq, mətbəx olacaqdır. Səncə nə kimi bizi bir dad gözləyir? Əslində mən bildiyimə qədər Koreyada küçə yeməklərində xüsusən saqqız kimi uzanan, ağza yapışan maraqlı yeməklər vardır. Artıq o zaman orada reklamda görürəm, bəli. Sadəcə olaraq heç vaxt onu yoxlamamışam. İlk dəfə yoxlayacağam və digər yeməkləri haqqında məlumatım yoxdur və ümid eləyirəm ki, bizi yanıltmayacaqdır Koreya. Onda biz nə edək? İçəri daxil olaq Daxil olaq, görək necədir. və biz içəri daxil oluruq. Demək, Hüseyin, burada bizi belə bir kiçik menü qarşılayır. Görün, çəkək. Bunları Bunlar deyirdin də. bəli, mən bunlar deyirəm. Bunları eşitmişəm, görmüşəm də. Deyilənə görə bunlar ağza yapışan saqqız kimi bir şeydir. Qiymətlər də o qədər baha deyil. Yəni 6 avro, 5 avro, 50 sent, 5 avro. Belə baxanda yəni yuxarıda bir dənə baxaq. Həyat xanım, siz nəsə demək istəmisiniz? Mən bir şey demirəm. Ya siz bez komentari, bez fikir gəlsiz içəri. Yaxşı. Və əla, onu deyim ki, icazə almışıq. Çəkiş üçün biz yuxarıda oturacağıq. Aşağı isə belədir. Mən videoda çəkmişəm, çəkişdən belə də biraz öncə. Onlar yəqin görsənlər. biz zəhmət olmasa buranı çək. Koreya bayrağın simvolu da səhv etmirəmsə. Bu Koreyan bayrağı. Canım Koreya. Çəkirəm. Sən hal-hazırda sən çək. Burada mən marağımı bir şəkil cəlb elədi tablo. Burada deyəsən sosiskadır, ya nədir bilmirəm. Nədirsə çox acı bir şeydir. Yəni konseptdən görürəm. Hətta helikopterlə Azı bir nədirsə. şeydə dadına baxım. Yəni mən danışa bilməsəm çəkir səndə olacaq, sən danışasan. Çox maraqlıdır. Gedə bir menyuya baxaq öncə. Baxaq. Seçimlərimizi edək.
çalışacağım görməyəcəm, alınsa acı yemək yeyəcəm. Əgər acı yemək yeyib danışa bilməsəm, belə deyim, Hüseyn davam edəcəkdir. Hüseyn, sən davam edəsən. Gedək Hüseyn yuxarı. Gedək. İnsanlar. Bu restoran əslində mənim xoşuma gəlməyən bir konsept oldu. Burada deməli Koreya dilində divarlara nəsə maraqlı bir şey yazıblar. Sadəcə Google-dan tərcümə eləyərəm. təbii ki, onu Google-dan tərcümə eləyəcək, amma çox maraqlı olardı ki, ya Slovak dilində, ya ingilis dilində onun tərcüməsi olsun. Onda bu Koreya restoranına qayıdırıq nəzər. Nəsə fərqlilik olmalıdır da. Bu sadəcə mənim sevmədiyim bir şey oldu. Yəqin ki, Yaxşı. başqa insanlar yasan sevərsən. Nəzərə alacaq Hüseyn bəy. İndi isə biz o stolu seçdik. Daha doğrusu rezervasiya eləmişdik. Yəni, oturaq. Gələk sifariş verək. Biz demək ki, kamsamandiha. 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 Evet. This is tteokbokki, Uh-huh. and this is kondo, and Uh-huh. this is eight. Evet. This is fried chicken. Evet. Thank you. Kamsamandiha. Kamsamandiha. Thank you. Kamsamandiha. Thank you. Lisa. Deməklər gəldi. Hüseyn, görünüş necədir? Görünüş cəhətdən otaq qaranlıqda tam görmür, amma möhtəşəm bir şey oxşuyur. İşıqlandırma doğrudan zəifdir. Dekorasiya əla. Dekorasiya 10 üzərindən 10. Doğrudan Səncə? məncə qəşəng. Deyim ki, onu da deyim ki, mən Asiya mətbəxindən birinci dəfədir ki, mən dadacağam. Yəni öncə təcrübəm yoxdur. Yəni onun əvvəl nə deyim? Bu birinci dəfədir Koreya restoranından. Bəli. Gələcəkdə ola bilsin Çin və yaxud digər ola bilər, amma Koreya ilə bağlı Yapon birinci mətbəxinə dəfə. getmək daha maraqlı. İndi mən kamera belə də gələnlə göstərim bir-bir ha. Necə bir görünüşü var. Real belə də belə bir bu bilmirik nədir. Bunun adına baxaraq belə bir şey. Bunun adını menüdə bax bir dənə zəhmət olmasa deyə bilərsən. Oradan menüdən götür. Orada şəkilləri var. Deməli, bu yemək hansıdır? Bu demək burada yoxdur, hə, bundadır. Demək birinci olan Hüseyn. Lə. Adı Birinci göstərdiyim bax bu. Bu deyil. Bunun adı hə. Crunch. Kran Kronde. Hə, Kran. Krondedir. Sonra bu birisi bəs. Kran Krendok. Deyəsən o nəsə saçqalı bir şey olmalıdır. Camaat belə havada gedir Pəncələ, Paşa, nə bilim mən, Dolmaya gedir də. Qardaş, biz gəlmişik bu soyuq havada. Sənin bu Asiya mətbəxini olan sevdin, gəlmişik Koreya restoranına. Bəli, indi yoxlayaq görək nə göstərici olacaq Koreya restoranda. Bir xəncəli əvəz eləyə bilməz təbii ki. Heç vaxt əvəz eləyə bilməz. Yəni başımız alladı. Bu bir mədəmizi allatma oldu. Dostlar, bu video TikTok'da 50.000, YouTube'da 10.000, YouTube'da 10.000 izlənsə, növbəti çəkilişi Hüseyn harda edəriz? Hansı mətbəxdə? Əgər həqiqətən TikTok'da 50.000 izlənmə gəlsə, 40.000 dolar. Rəydə qeyd eləyərsə, hansı ölkənin mətbəxini yoxlayaq? Onu yoxlayarıq. Bir də TikTok'dan bir nəfər, YouTube'dan da bir nəfərə aktiv şərh yazan adama eyni menünü belə dəyərini ona hədiyyə olunacaqdır. Biri mən tərəfindən olunacaqdır. Digəri yəqin sən üzərinə götürürsən. O məbləğ olsa, hə? Mən götürmürəm. Mən götürürəm. Mən söz verirəm. Mən söz verirəm. TikTok'dan bir nəfərə, YouTube'da isə 10.000 izlənmə olsa, demək YouTube'dan bir nəfərə, TikTok'dan isə bir nəfərə eyni menünü belə deyək də dəyərində olan ona hədiyyə olunacaq. Fərq yoxdur hansı ölkədə yaşasın. Menünün dəyəri sonda. Menü bu hesab nə qədər tutubdur. Bunu axırda biz göstərəcəyik ki, nə qədər tutubdur. Bu hal-hazırda sifariş verdiyimiz belə deyək də birinci bir test kimidir. Necə olur da yeməkləri sizə belə göstərim. Hüseyn, birinci hasımla başlayacağıq və yeməklərə qiymətləndirmə edərik. Bəli. Məsələn 10 üzərindən bal verəcəyik. Məsələn 5, 4, 9. Deməli burada deyir ki, Krinki
Korendok. Hüseyn, bəlkə bu birinci oğlanın bəlkə bir dadına baxaq, görək bu necədir, ona bir dənə qiymət verək. Sonra isə keçək Bunun digərlərinə. adı nədir? Bilmirsən? Bunun adı, bu mənimdir, düzdür, içki. İçkini hələlik buraya qoyuram, düzdür. Bu Həyat xanımındır, düzdür. Bəli. Əla. Məndə isə klassika. Səndə klassika, Pepsi-dən sən əl çəkmirsən, reklam olmasın. Yaxşı. Demək, Pepsi İndi isə- firmasından hədiyyələrimi gözləyirəm. görək də. Hə. İndi isə bizim bu belə bir, nə deyirəm, çubuq gedir də bu. Mən bununla birinci səfərdə qazam. Hüseyin, mənim də göstəri öyrət, zəhmət olmasa. Bizi mən də bilmirəm. Ona görə də mən Bizə bunu bu tutulur. formada istifadə eləməyəcəm təbii Necə ki. Həyat xanım bəlkə bilir. Yox. Belə. Belə tuturlar, bilmirəm yəni. Neyse. Bu toyuq ətidir də, bildim, düzdür? Çəkdiyimiz. Deyəsən toyuq əti. Dadına baxacağıq. Sadəcə Koreyada toyuq əti necə? Belə. Bunu yedik. Gəl, gəndə soruşadım ki, necə elə. Görsən. Nəysə. Bunu gələ mən- mən ümumiyyətlə neçə restoranda çalışmışam. Bunu mən gələ mən- Qaydasını görsədim. Mən Gələ. ümumiyyətlə öyrənə Bunu bilmirəm. mən gələk evdə məşq edib gələrdim. Mən görüm bu. Mən təbii ki təklə yoxlayacağam. Təşlə. Yəni. Ya Allah. Mən görüm, yaxşı. Mən Biraz yaxın. çalışacağım mən. İndisə gedirik. Elə tutacaq. Hayır. Həyatımda yediyim ən yumuşaq toyuqdur. Mən bir dəfə götürdüm, ne söyleyeyim. Problem olmaz. Mən sadəcə dadını yoxlamaq istəyirəm. Mən bir dəfə götürdüm. Toyuq əti olduğunu bir dəfə götürdüm. Həyatımda həqiqətən gördüyüm ən yumuşaq toyuqdur. Həm dadı- qızartı var, həm yumuşaqlıq var da, düzdür? Sosu da ki bilmirəm, Acılıq- acıdır, şirindir. Birinci mən o dadı şirindir. tuta bilmirəm, ha. Mən yəni birinci şirin hiss elədim. Sonra isə acılıq mən hiss elədim. Birinci yəndə şirini hiss elədim, soğusun. Sonra isə acılıq. Bax indi acılıq indi gəlir. Sen, bunun dadına baxdıq. Bu birinci yediyimiz nə idi menyuda? Adı nə idi bunun? Green tea. Yox, bu. Bu Hansı? birinci, bax bu olan. Budur. Ha, buydu. Angry Biro. Angry Biro. Angry Əsəbi Biro'dur. nədirsə, Biro bilmirəm. nə. Əsəbi toyuq yəqin ki olar da nəsə. Bunun acılığı demək bu istəyə görə edə bilirlər. Biz normal dedik. Normal birinci demək belə göstərim. Şirinlik hiss olunur sousda, sonra isə acılıq gəlir. Bəli. Düzdür? İsə bunu yeyirəm. Var. Süper. Hüseyin, Aa. 10 üzərindən yəni neçə bal versən? Mən 10 üzərindən 8 bal verərdim. Bəlkə 7 yarım. Çünki bu üstündə mayonez hiss olunur. Ya Aha. zaten dekor olaraq da görünür. İçinə də qarışıqdır. Şirin bir çili sosu ilə mayonez nə qədər uyğun gedər, Hə, burada desən onu mən bilmirəm. şirinlik, yəni acılıq desən bir-birinə qarışıqdır. Şirinlik, acılıq qarışır bir-birinə. Bir də o yəni mayonezlə qarışımı yəni toyuğun yumşaqlığı üçün məncə mayonez istifadə olunur. Bir də yəni üstünə də mayonez vurulmağı o çatmadı mənə. Amma ümumilikdə mənə görə 10 üzərindən 8 çox yaxşı idi. 10 üzərindən 8. Sən neçə verirsən? Buna demək göstərim qabiliyyədə. 10 üzərindən Hüseyn 8 verdi. Mən isə 10 üzərindən 7 verirəm. Nəyə görə? Çünki Hüseyn bəlkə qeyd elədi ki, burada mən əslində bir dənə dad gözləyirdim. Ya acı, ya şirin. Aha. Və yaxud da ki, amma burada da bir-birinə qarşı deyir. Qərar verdim ki, bu acılı bir şey, ya Acılı ya şirin bir şirindir. şey. Bir də yəni mayonez onu çox dəyişdirir açığı. İndi belə deyək. Acılıq həqiqət, sonradan sonra acılıq. Demək, bu arada zəhmət olmasa belə videolar istəyirsə şərh bölməsində yazın. Biz Hansı Hüseynlə restoranı istəyirsiniz? hansı ölkənin mətbəxi, Yəni biz onu belə deyək də zamanla vaxt çərçivəsində həmin ölkə mətbəxini gedək çəkək, Yoxlamağa göstərək. çalışacağıq. Yox, göstərək.
Mən buna 10 üzərindən 7 verdim. Sən 10 üzərindən 8 verdin. Çünki Burada da, toyuq çox yumuşaq. burada da qeyd olunsun. Siz Həyat xanım, siz necə verəsiniz buna? Mən hələ ki heç bir şey deməyəcəm. Bunların dadına baxım, ona görə dəyərləndirim. Axırda gəlmək verəsən. Bu Həyat xanımın özünün belə deyək də mətbəxlə bağlı strategiyasıdır. Olar. Bunu da deyim ki, siz bəxtəlisiniz. Bunu mənim düşüncəm şirin çili sosu ilə hazırlayıblar. Ola bilər. Ona görə həm şirin, həm də acı gəlir. Ola bilər, olar. Super. Son növbəti budur, bunlardır. Biz bunu fərqli-fərqli sifariş vermişik. Bunun adı isə Hansıydı o? Bu deyil. Grinki korundok. Grinki korondokdur bu. Sonra bunu necə edək? Əslində Azərbaycanda bu Grinki korondoklar çox məşhurdur. Var Azərbaycanda. Hə, Azərbaycanda çox məşhurdur. Biraz qiymətlərini bilmirəm necədir, amma Bu ümumiyyətlə nədir? Çubuqda sasiskadır, yoxsa nədir bu? bu içi pendirli olmalıdır. Bu pendirlidir. Bilmirəm. Bu necə Bunu elək? böyle- Bir yoxlayaq, yoxsa bölək yeyək? Necə Yox, yoxlayaq? böyle yeyəcəyik. Necə böləcək bunu? Bir dənə zəhmət. Sən bunu Asiya mətbəxinin məhlə uşağı professional kimi- sənsən. Bu məhlə uşağı kimi bölək də, ya bıçaqları vardımı, yoxdurmu bilmirəm. Bəlkə belə dartaq Hə, bunu. bunu dartıb böləcək. Ya Göstərək ki, Allah kamerada bismillah. göstərək belə. Aha, buyur. Ha, içində sasiska da var. Sən al balacan götür, bölüyü ver mənə. Yaxşı. Olar. Göstərək belə bir içi pendirli və sasiskalıdır. Pendir də bu. Hə, pendirdir. Ha, indi İstəyir, sonra mənə ver. Amma heç saçqa yoxma görə. gör bu nədir? Belə bir adı yeməkdir. Bunu uzandıqca uzanır. Pendir. Pendir var. Pendir üzərinə nədir? Rol supu var, odur. Sütdaşı Eyni, məncə də səsiqalı çubuğa keçirdilər, pendirə batırdılar. Sonra Hə. da o pendir nəm olduğu üçün quru rotunların, quru rolton. şeylərinə batırdılar. Ha, ondan yeməklər. Dadı baxırıq. Bizi mən sənin yeməyindən yenə yeyəcəm. Ye. Çox möhtəşəmdir, xoşuma gəldi. Okay. Buyur. Amma xəmir də istəyirsən bilərsən də. Məncə xəmirdə fırlayıblar da. Pendir də var. Ya zaten bunun konsepti pendir deyirəm. Amma bir nəfərə görə yaxşıdır məncə bu. Bir nəfərə görə normaldır. Məncə doyumlu bir Şimdi bu şeydir bir nəfərə 3 görə. nəfərə bölürük. Ha. Səsiqə çəkən olaraq mən deyərəm ki, ikisi gedər. Bu ikisini yemək olar. Bir yemək var ha. Həm də çöl yeməyi sayılır da bu. Hə, süs qurtdur Dadlı ya. bir şeydir. Biraz sosa batırdım. Yəni mənə deyir əslində, özü deyəsən Asiya mətbəxini çox sevir. Yox, çox baxmışam. Çünki bəlkə də YouTube-da çox baxmışam. çünki bəlkə də Asiyalıların ağlına gəlməyibdi bu konsept. Hə, bunu gedən təklif edərik. Demək, Asiya mətbəxini həqiqətən çox izləyirəm. Ümumiyyətlə dünya mətbəxini çox izləyirəm. Düzdür, Azərbaycan mətbəxi mənim üçün ən başdadır. O söhbət Ancaq yox, şans. digər ölkə mətbəxlərini izləyirəm. Belə deyək də az bir məlumatım var. İkinci olan hansının dadına baxırıq Hüseyn. Kartoflunun dadına baxarıq istəsən. Bu eyni ondur, amma üzəri kartofludur da. Yəni. Göstərək. Siz bu acılığını sona saxlayırsınız ki, küçüklüyüb yoxa çıxacaqsınız da. Hə də bu adı Video çox... onda bitəcək. Bunu bir sonra çəkmək olmur, necə danışasın? Orada bir saçda durarsan, sən aparasan, danışarsan. Hüseyin, adəti üzrə bunu sənə verirəm, bir dənə zəhmət olmasa buna bir dənə əl gəzdir. Yaxşı. Belə. Yenə mən bölüm. Bəli, bəli, yenə. Ya, yəni dünyanın harasında olacaq olsaq bölməkdə bismillah mütləq olmalıdır. Ya Bu da Asiya mətbəxində. Heç uyğun gəlmir klasa. Buyur. Təşəkkür. Eyni bir şeydir deyəsən. Üstü kartoflu yoxdur. Üstü kartofdur məncə. Bu sadəcə pendir isə. Yox, bizim dilində kartof. Kartof. Mən pendirdir. Belə bir neydi? Göstər. İndi mən sizə bir şey yadınıza salayım. Bu şirinlik var da bunda. Mən şirin yeməkləri sevirəm.
Kaşığı şirindir. Ha. Bunu da Bunu sos, soğutman ki- bunu sosa batmaq istəyirsən. Batıracağam. Bunu mən bir şeydən şübhələnirəm. Yəqin ki Həyat xanım daha yaxşı bilər. Aha. Qırmızı kartoflar var ya, Amerikan kartofu şirin. Şirin Bunu kartoflar. məncə ondan edirlər. Ha. Sosa batırdıq. Bu yeməyimizin birinci yeməyimizi sosuna batırdıq. Bir dənə belə yoxlayaq. Şirinlə şirin sos heç olmadı ha. Bu şirin, burada acılıq da var axı. Acılığına görə mən, sonra acılıq verir. Düzün desəm heç acılıq bunun şirinliyinə heç təsir edə bilmədi. Mən bunu sonra istəyirəm. Belə bir yer Bratislavada azdır. Ha? Valla mən ilk dəfədir gəlirəm. Yəni sən Mən buranı görmüşdüm. ünvan atandan sonra mən gəlmişəm bura. Mən İlk bura- dəfə görürəm. Buradan çox olmuşam, amma buranı görməmişəm. Mən burada çox görmüşəm də, yəni görmüşəm də. Sadəcə vaxtla bağlı planlama gəldi ki, gələ bilmirdik yəni. Bəli. İndi isə biz demək bundan öncə yediyimizə qiymət vermədik. İndi buna da qiymət vermək lazımdır. Bax ki bu ki var. Bax buna göstərim. Bundan öncə yediyimiz belə də pendirli idi də o. Ha, o da Pendiri sosisli idi. Və xəmir var idi. Ona neçə qiymət versən? Bundan öncəki olan. Mən ona 10 üzərindən Hə. 5 xal verərəm. Çünki mənim üçün o qədər normal, yaxşı bir şey də deyildi. Yaxşı. Sadəcə baş aldatmaq idi. Yaxşı. Mən 10 üzərindən 6 verərəm. Nəyə görə? Ən azı mən hər dəfə yox, mən hansısa bir günlərdə yemək olar və bir nəfərə məncə kifayət yəni edər, yəni doyumluq baxımından yaxşıdır. 10 üzərindən 6 verərəm. Həyat xanım, siz adəti üzrə Sonda. hər şey sonda deyəsiniz. Yaxşı. Biz sizi sona saxlayırıq. Bunda mən bir dənə bunda üzrsən davam edirəm. Hə, sosla. Ha? Gedir. Gözəl, amma deyilənə görə bunlar mən bildiyimə qədər ağza yapışmalı idi. Bilmirəm, bunun pendiri Yox. soyuyub deyə yapışmır. Biz bunu bəlkə çox gözlətdik. Hə. Biz çəkiş elədik, ona görə soyubdu. Amma yapışqanlıq mən hiss edirəm, var. Az olsa var. Ha. Hə. Hem onda günah bizim də deyirsən. Bu əslində gəl siz şəhər yeməlidir, bax. İndi bu da soyubdu əslində. Bir dənə bunu birinci bunu biraz tez başladıq, birinci yeməyimizə. Sən birinciyə 6-5 verdin. İkinciyə də 5 verirəm. Çünki daha çox sadəcə pendir və kartof idi. Yəni elə bir xüsusi bir şey görmədim. Şirinlik gördüm. Şirinlik də yəqin ki Amerikan qırmızı kartoflarından istifadə ediblər. Yəni o qədər mənim üçün yaxşı bir şey deyil. Yəni gözləntimin çox altında oldu. Böl. Bu da sos Bu qaldı. sos qaldı. Bu mixdir deyəsən. Bu, bax budur bax bu. Sos qaldı. Yox. Bu nədir? Bu tutmadı. Mən söhbəti tam olaraq tutmadı. Bunun toyuğu göstərsini mən bilirəm. Bəlkə onun üzəri toyuq şeyləndir, çörəklərləndir, bilmirəm. Bunu bir dənə belə prob edirəm. Bu hədsiz şirindir. Bir də hiss edirsiniz qəlbə ətli qoxusu var ürəkdə. Ha. Yeməyə elə bir ki, spesifik bir dənə bir dad nəsə əlavə olunur. İlə xəmirin iyisi çox kəskin gəlir ha. Yəni Yox. tam qızarmış xəmir oxşamır. Elə? Tam bişməyibdir. Xəmiri hiss olunur. Pirajki necə xəmiri hiss olunur? Yəni piraşı qızarır. Bunun xəmirini Pirajki nazik olur axı biraz. Bu qalındır deyə, məncə içi tam qızarmır. Bunun əldə görünür də Mən bunun bunu xəmiri. sosun köməkliyi ilə bir dənə Hədsiz çox yağlı. Xəmiri bişməyib demək olar. Yəni bu zaten burada görsənir. Çox yəni ələ gəlir. Hədsiz dərəcədə çox yağlıdır. olar. Yəni mən bir daha yəni bunu almaram şəxsən. Yəni sadəcə Amma bir söz deyim, aha, mən xoşladım. sevdin sən? Ha. Mən də sevmədim. 10 üzərindən mən buna verərəm, yəni ən az 8 verərəm. Elə mən də 2-ni versəm 2 nəfəri 10 ancaq. Çünki sözsüz ki, zövqlər müxtəlif deyil. Bəli. Mənə daha çox xoş gəldi, bilmirəm. Çox yağlı və xəmiri çiğ. Və ən sadə, yoldan belə eləyək, gəl.
kameranı. Sen de. Sen de gördün, çubuğunu alırsan. Bir Mən yere çubuğumu salıqdır, al. atıyorum. Evet biriyle. Sen Məndə tak, birinə tərcih. taxta götür. Yox, əsas belə də olar. Bir götürür. Gedirik. Səndən. Restoranın bu hissəsi, giriş hissəsi əslində içki ilə bağlıdır. Ona görə çox uzatmaq istəmirəm əslində. Sadəcə divardakı sözlər çox maraqlı idi, tərcümə eləmişdik. Burada içki olduğuna görə burada deyir ki, həyatında israf etmə, məhv etmə, itirmə, nə istəkanı, nə də özünü. Deyilən sağlığa. Koreya dilində sağlıq dedin, nə sən? Çox maraqlı bir şeydir. Yaxşı. Bəs Bu birində deyirsən içəndə çox gözəl olursan, bəli. Bu ikincidə deyir ki, sən içəndə çox gözəl olursan. Burada deyir ki, sən də çox gözəl olursan. Hə, orada deyir içəndə Sən yəni hamıya aid deyil, bəzi adamlara aid. bəli. Burada deyir içəndə çox cazibədar olursan. Aha. Əslində bu o qədər də önəmli bir şey deyil. Sadəcə mənə təsir eləyən o birinci oldu. Həyatında nə istəkanını, nə də özünü itirmə. Sağ ol. Amma deyən yəqin Koreya atalar sözüdür bu. Bəli. Üçüncü bir də tərcüməsinə baxım indi. Bax. Hüseyn əməli başlı kəşf edir. Burada nə deyirdi? Orada yemək bir dənə içki var orada da. Burada deyir ki, mən buradan oxuyacağam indi. Aha. Həyat yaşadıkca anlayırsan ki, tanışlardan çox içmək dəyərliymiş. Yəni burada daha çox pivə. Bir də deyir ki, dost tapmaq çətin deyil, amma toyuq bir pivə hər şeyi düzəldir. Gözəl təzəm dədir. Təzəm. Bu status şeydir. Aha. Bir toyuq, bir pivə. Burada deyir ki, həyat yaşadıkca anlayırsan ki, tanışlardan çox yemək, içmək dəyərliymiş. Dost tapmaq çətin deyil, toyuq bir pivə, bir toyuq, bir pivə hər şeyi düzəldir. Bəli, Yəni bəli. bu bizə uyğun konsept deyil. Yenə dediyim kimi bizə ən uyğun, xoş gələn birinci söz oldu. Həyatda nə istəkanını, nə də özünü itirmə, vaxtını itirmə. Bəli, bəli. Abi, Hüseyn yaradır da, Hüseyn. Sən əməli başda səninlə Hüseyn, hətta bizim sabahçı bizim səfərimiz də var da bizim. Bəli, bizim sabahçı səfərimiz inşallah yol boyu çox möhtəşəm çəkilişlərimiz olacaq. Hara gedirik? Jilinaya. Jilin şəhərinə gedirik. Jilina şəhərinə. Və Jilina. 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 Sənin adına bax, zəhmət olmasa. Bunun adı, Mən daha çox yemək istəyirəm hal-hazırda. bunun adını məlumat verirəm. Bunun adı Teokbokkidir. Təbii mən Teokbokkidir nədir, amma yəqin ki sən buna qoy. Əllə Sən tutmaq buna qoy. olmur. Əllə tutmaq olmur həqiqətən. Sürüşlər nəsə bir. Hə. Amma acıdır. Qız kimin olan? Tapdım ha. Lan. Teokbokkidir, Teokbokki. Bax belə bir var, yumuşaqdır. Bu xəmir deyil bu. Ha, yox. Bu nədir ki Bu görürsən? nədir? Yəni azılıq gəlir. Gəlir, normaldır. Oh. Çox. Ağza yapışan Kore yeməyi. Hə. Yəni sosda bunu üzdürək. Dostlar, acılıq gəlir. Amma davam edirəm. Yaxşıdır. Çok qeyri-adi bir daddır. Düzün desəm mən bunun üçün şəxsən gələrəm bura. Acı değil ama. Sonradan gəl hazır. Bunun üzərindəki ət deyil bu. Hansı bu? Bu nədir? Valla mən də bilmirəm nədir. Onu seyin. Yəni dadına Amma baxarsan. bizim üçün acı deyil ha həqiqətən bu. Dur göstərirəm yenidən. Bu deniz mahsulü olabilir. O soruşaq da bir an. Onda sıçaq ki bitiyor artıq ha şaşın. Deniz mahsulü olabilir mi? Var ya ayakları çok olan deniz olduğu için. Düşünmürəm ki o boyda heç satdırarlar buna verərlər. Bu nəsə bitkidir bəşədə. Ola bilər. Çak ki bitiyor artıq Bir yoxlayacağım. tane telefonda yoxla da. Mən çox xəmir deyil bu, yox. Можем вас попросить? Куда? Кто-то что? Кто-то что? Z ryżowego cesta. Рыжевый. Güyden hazırlanır. Тут только одно рыжо, либо еще другое еще. Тут рыжо, ибо рыжо. Słyszano, że rynek z ryżowego robiony tak. Ага. Но он не везет, это чисто мы надо бы муха, ничего.
tam i asi na zamostowanie. А плюс еще попросим вас то что? То я- Мясо то. Секунду. То что? Мясо? To ryba. Ryba. A, все, super. A jeszcze potem można można Demək, dostlar, bir dənə məlumat öyrəndik. Burada işləyən bir nəfərdən. Düyü unundan imiş bu. Hə, düyü unundan, düz başa düşdüm də. Bəli. Burada O işlənən düyü ununda tərkibində, düyünün tərkibində kraxmal olduğu üçün, nişastlı olduğu üçün o buna xüsusi rezinliyi verir. olar. Yəni o dedi və mən ondan belə qənaət qaldım. Düyündə, bizdə düyü unundan Şəki bölgəsində satılır, sadə paxlava deyə satılır. Paxlava hazırlanır. Onda da fikir verirsə, o üst təbəqəsi rezin kimi olur. Düyü ununun tərkibində kraxmal var. Ensiklopediya da görsən. Bəli. Həyat xanım, sizin bu danışığınızın zəhmət olmasa, biz Hüseyin, xahiş edirəm. Mən sakitləşmişəm. Alqışlar. Amma o mən bir dənə onu bilirəm ki, Yox, bu yeyib qurtarmaq belə də, olmaz. belə də gəlir. Çubuğumuz hanı? Çubuğum hanı, daha gör. Bırak. Bir də bu o oğlanın dedi, Aslanın dediyinə görə bunun tərkibində Bu balıqdır. buradakı balıqdır. Hə, Balıqla düyünü Onu göstərə bilərsən kameraya zəhmət olsa. Sən götürə bilirsən də onu. belə. Hə, qoyma. Bu balığın təxminən harasıdır bu deyə bilmərəm. Yəqin ki, böyrək zadı olacaq. Balığın böyle Çünki Hə, dərisidir. bilmirəm də. Dərisidir. Balığın qalıq deyəri deyər, Allah çox əl olsun deyir. Balığın böyrəyi. Dalağıdır dalağı. Deyir, balığın böyrəyi olur. Yəni böyle Fərqi börəyi yoxdur. Ya yox, böyrəksizdir. balıq böyrəyi yeyir. Bax, mövzu bax, müzakirə gedir ki, balığın böyrəyi varmı və neçə böyrəyi var? Balığın börəyi... Bu suala kommentarda yazın. Bu sualı kommentar cavabı yazın kommentar. Balığın böyrəyi Var varmı? yoxsa yoxdur. Hə, söyle. Bizi YouTube'da söydürəsən, ne zamanla var? Variant yoxdur. Yaxşı, durur, balığın böyrəyi var ki. Balıqlar aşağı öldükləri. Deyir, balığın böyrəyi var ki, deyir. Yox. Yəni Sen onun balığın da dadına bax zarafas. Sən də onun dadına. Görün ona bax. Nə tə böyle? Sen onu necə böləcək? Bax görək. Belə. Bunu tartsaq, Sen bu o maşallah. Hə, sən doğrudan Azərbaycanlısan, sən içindən zaten Bizim qohumluğumuz satır biraz. Mən demirdim bu sirri. Valla bunlar səni gördü biraz Biraz zəhmət olmasa mən. seni böldün. Oradan isə qalmadı ki. Demədik börək dərib. Bax. Ha bu orada böyle oldu o heç. O. Aha. Bu balığın antrikotu yeyir. Ha bu nə oldu bu? Dənin görək Allah mən. Mən ölüm də balıq yeyən adamam baxın. Nə dadır? Kamera yok, xahiş edirəm, kamera yok. Burada yok. Bəlkə də yalan. Çöldə, çöldə. Bəlkə də balıq deyil. Xəbərin olsun, balıq bişməyibdi, sosla saxlayırlar. Silokda balığı kimi. Ay sağ. Bunu yeyirəm. Mən Ay. yemədim. Mən Son ölmədən öncə qızılların yerindeyim. Bunu videonun ən sonuna qoyun. şort çay. Bunun kodu nədir ki? Çiğ balığı da yedin ama. Ha yok. Mənlik deyil bu. Özü yaxşıdır. Zato yedin. Yedin Amma də baxın. əsas odur. İndi bir şey var ki, bu dad məndə gedəcək bir 5 gün, 10 gün gedəcək də məndə. Ondan qurtulmağım üçün gəl hemen 3 gün yerdə dalba dolma yeyəm ki, Yaxşı da yemədim. Hüseyin. Balığın bilməm böyrəyi var, böyrəyi yoxdur. İnternetdə baxarıq. Amma bizim börəyimiz olmadı. Amma bunun üzərindəki bəlkə balıq var idi. Yəni onun yerinə gələnlərin adi bir dənə bir kartof qoyarlar zaten. Bir konseptə aiddir bir deyim. Amma bu yenə qoy göstərin. Mən çox əziyyət çəkdim. Bu evdə mən balam zapas gedəndə götürür, yazmasan götür, mən bunu evdə məşq edirəm, necə tuturlar bunu. Yəni dar ağacına oxşuyur. Bu amma Belə. düyü unundan hazırlanır da dediyinə görə. Düyü unundan hazırlanır. O arada xanım normal versə daha yaxşı. Ha. Bəli. Düyünlə. Deyirəm bax burada dadı nədir? Burada balığın da tamı çıxır. Yox, balıq ümumiyyətlə bişməyibdi. Balıq çiğdir. Mən çiğ balığı bir dənə yemişəm şeydə, daha çox xoşlamışam da. Yəni bundan qabaq da yediyim çiğ balıqlar heç birini sevməmişəm, amma heç biri mənə bunun qədər iyrənc gəlməyibdi. Ən sevdiyim çiğ balıq bizim bildiyimiz losos qızıl balığıdır. Bu sushilərin üstündə gedir, amma
bunu ondan öncə yediyim çiğ balıqların hamısına nifrət eləmişəm. Buna xüsusi nifrət elədim də. Yəni Yəni burada kələm də var ha. yeyə biləcəksən o kələm. Kəsirəm. Sənəm deyil olsun. Balığın qalan yarı. Ay yox, ya kələmdir bu. Gələn wasabi çıxad ha. Wasabi. Yeyirəm. Oh. Oh. Wasabi çıxdan. Ama ne demişsin lan bunların için? Ay. Abi bu nədir? Bu. Həm dad fərqlidir, həm acıdır. Çox. Sen buna neçə qiymət verirsən? Mən buna 10 üzərindən 10 verirəm. Çünki 2 nəfərinə, yəni atışdırmalığın üstündən tam doyumlu, yəni 7 avroya görə doyumlu bir şey olmağı çox möhtəşəmdir. Düzdür, biz bu balığı bəyənmədik, sevmədik. Bizim ağız dadımıza uyğun deyil, amma təbii ki, hər yeməyin özünün həvəskarı vardır. Yəni hara baxsan 10 üzərindən 10. Çünki çox doyumlu, fərqli sos, acılığı yerində və çox nazik doğranmış, incə dilimli bir fərqli bir balıq. Biz sevməsək də halda sevəni var. Allah. Mən 10 üzərindən buna verərəm 5. Nəyə görə? Mən birinci səfərdəyəm. Mesela Asiya mətbəxindən dadına baxıram. Özellikle Koreya. Bəlkə zamanla ağız dadı öyrəşər. Mesela heç bilmirdim bu düydən hazırlanır. Bəlkə də burada işləyənlərdən birinə xahiş elədik. O dedi ki, düydən hazırlanır və bura müxtəlif demək soğan, kələm, bibar və bu da səhv etmirəmsə bu markovdur yoxsa bu nədir? Bu dedin elə bambukdur deyəsən bu. Şey nədir bu? Yox, bambuk maviləşdi olur. Bu nədir bunda? İlahi. Safiyette yoktu mu bu? Doğan. Özüdür. Birini də götürürəm. Buna Koreya mətbəxini sınayan deyərlər. Mən bunu birini də götürürəm, 4 verirəm. Bilmirəm, mənim ağız dadım amma mənə görə bu yemək, nə bilim, birinci səfər dadanlar üçün Mən uyğun deyil. deyərdim, sırf ağız dadıma görə qiymət vermədə, ümumi olaraq. Ah, Yəni doyumluluğu qiymətinə görə müqayisə elə. yox doyumluq elə deyirsən, elə bir ki burada dolma aç tatmazsan, elə doyumluq deyil. Çörək bandırıb yemək olar insanlara. Hüseyin, bunu çox təriflədim. Mən sənin fikrinə ağızlarına hörmətlə yanaşıram. Amma mənə görə birinci səfər yəni Asiya mətbəxini dadan biri kimi Xahiş edirik, kimsə dadsa, bundan başlamasın. Dəqiq. Yəni bundan başlasın. Bu uyğun dadı gəlir də. Amma bundan başlamasın. Onu deyəcəyim ki, Hə, indi isə demək özünü ən sona saxladı. Qiymətləndirmə dedi sonunda bildirəcəm. Yeməkləri dedək qiymətləndirməsi edəcək və bununla da qalibin hansı yemək olmağı bizə görə müəyyənləşdirəcək. Bəli, təşəkkür edirəm Sevim bəy. Həyat xanım. Buyurun Həyat xanım. mən belə bir deyim ki, bu korondokları idi də, səhv eləmirəmsə. Bəli. Korondokları demək olar o sonda pendirli olanları bəyənmədim. Kartoşkalı olanı ümumiyyətlə bəyənmədim. Şirin idi. Bu birisində Nəyə görə? Şirin olduğuna görə. o şirin olduğuna görə mən şirinli yeməyi, qidanı sevmirəm. Bir də pendir olduğu üçün qızartma pendirləri də sevmirəm. Sonuncu bu korondok olan Üzəri üzəri bir suxariki. toyuq suxariki kimi bir şey olan. Onun iyi insanı ilk başda vurur deyə onu da bəyənmədim. Nisbətən birinci korondok olan yaxşı idi nisbətən. üzəri o Yemək. hazır sup olandan da ondan. Sağ ol. Bu yeməyi ümumiyyətlə bəyənmədim. Burada yarısı da qaldı. O çiğ balığı da siz yediniz. Onu mən yaxşı da yemədim. Ona yemək demək olarsa. Qəti bəyənmədim. Mən yemədim, mən onu Sona qaldı bu mənim üçün. Yəni bəyənmədim. Orada elə kafes 3 dənə qalıbdı. Bunu bəyənmədimsə, ona görə bunları heç bir deyərdim ki, hal vermirəm. Yəni 3 falan belə bir şey düşər. Bunu isə 7-8 verərəm. Bu da 10 deyil. Çünki bunun da tərkibində yenə şirinlik olduğu üçün, amma toyuq olduğu üçün, çox dadlı olduğu üçün ona görə 7 verirəm. Şirinlik olmasaydı 10 verərdim. Başa düşdüm. Olar. İndi hərənin ağız dadıdır. Bəli. Hüseyin, mən Həyat xanımın fikrinə razılaşıram.
Nəyə görə? Siz birinci səfər ümumiyyətlə Asiya mətbəxində dadmısınız bundan öncə? Yox, yox. Vyetnam mətbəxində. Vyetnam mətbəxi dadmışam bir dəfə. Onların da çox acılı toyuq supu var idi. Yəni ümumiyyətlə Koreya mətbəxi birinci səfərdir. Xeyr. Xeyr. Birinci səfər deyirsiniz. Birinci səfər. Mən ümumiyyətlə Koreya mətbəxi falan. Dünya mətbəxində mən sadəcə türklərin, gürcülərin mətbəxini O Qafqaz türk bizə bir yaxındır da. Bunların mənə, yəni Asiya mətbəxini bilmirdim. Onda bizim qəhrəmanımız Asiya mətbəxi üzrə belə də Slovakiyada yaşayan mütəxəssisimiz, yəni Hüseyn bəy. Sizi daha da yaxından çəkin. Demək, Asiya mətbəxinin degustatoru. Bambuq supu ilə başlayıb Koreya mətbəxi ilə bitirən biri olaraq nə deyə bilərsiniz? Yəni burada o qədər də kreativ bir dad görmədim açığı. Bu sonuncudan başqa, sonuncu çox fərqli idi. Yəni toyuq zaten hər yerdə bildiyimiz toyuqdur. Sosiska üzəri pendir. Və sadəcə olaraq onlar öz sayaqları ilə, yəni öz qaydaları ilə eləyiblər də Koreya sayağı. Elə bir kreativ bir şey görmədim. Amma ümumilikdə yoxlamağa dəyər. Məncə yaxşı fərqlilik də bir, yəni olmalı da bu. Düzün deyim, bundan öncə yoxladığım hardasa 2 həftə öncə Meksika mətbəxini yoxlamışdım. O haqda növbəti videomuz olacaqdır. O haqda danışarıq. Konsepti bura üzərindən quraq, belə deyək də. Mən Növbəti videomuz spoilerdir artıq. Meksika mətbəxi, bu var Slovakiyada, Bratislavada Meksika mətbəxi. Bəli, Meksika mətbəxləri var. Var. Restoranı var. Nividə var. 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 Yaxşı. Bizim növbəti videomuz olacaqdır. Əslində biz Meksika düşünürük, amma çox istəyərdik ki, dediyimiz kimi, əgər 50.000 TikToka baxış gəlsə, siz müəyyənləşdirəcəksiniz. Bəli. Və hansı müəyyənləşdirdən sonra artım olsa, baxış olsa, biz hansı menü dadadıqsa, Bəli. eyni bir nəfər TikTokda, bir nəfər YouTube'da onlara hədiyyə olunacaqdır. Menünü doğrudan menü təqdim elə. Menü ver mənə. Menü göstər, zəhmət olmasa. Hüseyn, indi isə məbləği sən göstərəsən, neçədir? Qiymətləri Bir də göstər, zəhmət olmasa. Biz aslında ki, ümumi bizim bu sifariş verdiyimiz menü nə qədər tutdu? Slovakiya Bratislavada olan bir qiymətdir. Sözsüz ki, avronandır. Və Hüseyn, Koreya mətbəxində bugünkü bizim sifarişimizin qiyməti ümumi neçə tutdu? Göstər. Qiymətdə ümumi buradan görə bilərsiniz və bu da aşağıda sonuncu yekun qiymət nə qədər edir? 50 avro 15 sent. Bəli. Əgər 50.000 izlənmə gəlsə, ən çox bəyanı alan rəy Seymur tərəfindən Bir nəfər TikTokda, bir nəfər isə YouTube'da. YouTube-da. Demək, 10.000 izlənmə YouTube'da demişik. 50.000 izlənmə TikTokda demişik. Amma diqqət, TikTokda neçə bəyan olması lazımdır rəydə? Rəydə ən çox bəyənmə yığan şərhi deyirsən, yoxsa necə? Bilmirəm, sən özün müəyyənləşdirsən, Belə məncə daha deyək yaxşı də, olar. belə deyək də. 50.000 izlənmə oldu TikTokda. Aha. YouTube'da da deyək ki, eyni oldu. Hər ikisində həmin yazacağı şər istənilən bir şey yaza bilər, fərqi yoxdur. Bəli. Bizlə bağlı. O həmin o şər belə deyək də 50.000 izləndən sonra 10 gün ərzində hansı çox bəyənmə olsa 50, 100, 5, 10 nəfər hansı çox həmin kommentariya, şərhi bəyənmə çox yığsa, həmin şəxsi belə deyək də 50 avro YouTube-dakı olan izləyiciyə verəcəyik, 50 avro TikTok-dakı olan izləyiciyə verəcəyik. Bəli. Ki, burada yəni şəffaflıq. Fərqi yoxdur, hansı ölkədə yaşamaq. Seymur bəy tərəfindən hədiyyə olunur. Birini mədə, birini amma söyləməyə olacaqdır. Birini hansı ölkədən yaşamağından asılı olmayaraq, belə deyək də, o hədiyyə və pul məbləğində deyil. Restoran seçiləcəkdir, onlayn sifariş olunacaqdır. Məqsəd o getsin, həm yerdə olsun, yemək yesin. Bəli, bəli. Məqsəd burada pul deyil də, düzdür? Bəli, bəli. Çünki o pulu fərqli yerlərə də xərcləyə bilər. Bəli, biz istəyirik Menü demişik, əsasən bəlkə adam içkiyə xərcləyəcək. Bəli, biz istəyirik ki, getsin restoranda, otursun, yeməyə xərcləsin. Bəli.
belə deyək də həmin restoran harda olsa onlayn Yəni bu sizin ödəniləcəkdir. 50 avroya kimi. Ailə üzvüzündən də ola bilər. İstəyir tək Bir otur. cütlük də ola bilər, Bəli, tək fərqi də ola yox. bilər. O məbləğə qədər biz tərəfindən ödəniləcəkdir. Amma şərtimiz budur. Yəni, Düzdür? Bu da müəyyən maraq yaransın. Belə deyək də müəyyən bir videomuza müəyyən bir motivasiya qatsın, belə deyək. Və zamanla videoların baxışı çoxaldıqca, abunə sayı artdıqca daha böyük bir belə deyək də hədiyyələr, müəyyən bir çəkilişlər, yəni Əslində edəcək. TikTokda 50 min izlənmə böyük bir şey deyil. Bu mən güman edirəm Seymur bəy tərəfindən ilk dəfə olduğu üçün bir kampaniyadır sadəcə olaraq. Amma mən əslində 50 min bəyənmə demişdim. Sonra deyim ki 50 min bəyənmə yox, baxış olsun. Olsun baxış, problem deyil. İlk dəfə olaraq sənin tərəfindən kampaniya olsun, sonra Olsun. düzələr. Hə, sonra düzələr. Seymur bəy itkilər haqqında məlumat verəcək. Yəni demək içki bu dediniz blue, yəni mavi rəng olan limonaddır. O bunu verirəndə səhv eləmirəm. Hə, bunu budur. Qaragilə dediyimizdə. Yox, blue da mavi şeydə. Blueberry qaragilərdə. Yox, blue limonaddır. Blueberry deyil. Və içərisində limon var. Bu çox qəşəngdir bunun dadı. Yəni əladır. Özdə bu acı yeməklərdən çox superdir. Bizim digər olan hər xanımı sifariş verdiyimiz Strawberry-dir. İngiliscə Çiyələli. çiyələşli limonaddır. Bu da qəşəngdir, əladır. Bəyəndiniz də Həyat xanımın adını? Yaxşı. Və üçüncü klassikə. Üçüncü Pepsi klassikasıdır. Bu Hüseynin belə deyək də, Pepsinin reklama ehtiyacı yoxdur. Ümumi belə deyək, mənə görə ən az bir dəfə gəlib dadmağa dəyər. Bəs mənzərə necədir? Restoran olmağı, mənim fikrimcə, restoran çox qəşəng yerdə yerləşir. Şəhərin yerdə, mərkəzi turistik olan yerdədir. Və yuxarı oturduğumuz yer, həm buradan aşağı görsəniz, panorama çox qəşəngdir. İçəri dizaynı da qəşəngdir. İçəri çəkişə uyğun deyil, yəni işıqlandırma baxımından. İşıqlandırmanı da mən Hə. görsədim. Hə, görsədəcəm. Deməli, bu formada mavi işıq var. Hə. Yəni çox gözəl. Hə, biz belə deyək də, Slovakiya yaşayan Azərbaycanlı olaraq bizim üçün sözsüz Slovakiya mətbəxini də bir gün inşallah göstərəcəyik və buradakı olan başqa mətbəxləri çalışıb sizə göstərək. Bunlardan biri Koreya mətbəxidir. Burayla start götürdük və ardız gələcəkdir. Kanalımızı izləyin, bəyənin. Düşünürəm ki, belə deyək də, bu konsept xoşunuza gələcəkdir. Hər bir yer təşkil olanda bilin ki, bunun əvvəlcədən icazə alınır. Yəni, ən azından məlumatı verilir. Çünki gəldin kamerayotunu təşkil bir şey yoxdur. Yəni, mən lazım olsa sizə yazışmalarda göstərə bilərəm, Gmail-də göstərə bilərəm ki, burada hamısı icazə nəndir. Yəni, icazə sən kamerayotunu uzaq başı bir 10 dəqiqə sonra tezdə çəkişi dayandırın, ya da deyək ki, bunu paylaşmayın. Onun da mənası olmur. Yəni, ona görə də xahiş edirəm sizdən, yəni, bunu əziyyət çəkilir bu işə. Sağ olsun, mənə ikinci videoda mənə dəstək kömək olurlar Hüseyn və Həyat xanım. Yəni, buna ən azından bir like etməyə dəyər. Və bir şey də deyim, kanalın inşallah gələcəkdə böyüyüb, daha da kütləvi hal alsa, buradan gələn gəlirlə mən belə deyək də, bunu yaxşı bir məqsədlər üçün yəni, xərclənəcəkdir. Bunu da yəni biləsiniz. Və sonda mən fikrimi bildirim. Restoran çox qəşəng yerdə yerləşir. Bratislava gəlsəz buranı ünvanı aşağıda qeyd olunacaqdır. Mərkəzi turistik olan bir yerdir. Ünvan və telefon nömrəsi olacaq. Bir də şeydən, Hancock mənası nədir? Koreyalı bişirən, Koreyalı hazırlayır. Mətbəxlə bağlı bir şeydir. Mənası Hancock adına oxşuyur, Hancock adına oxşuyur, yox. Amma Hancock adı nə deməkdir? Koreya mətbəxindən bağlıdır o söz və mənası Koreyalı yemək hazırlayır deyə bax, mənası o şeyə gəlib çıxır. Yəni araşdırdıq internetdən. zaten bişirmək deməkdir. Hə, Hancock, yəni onunla da han yemək bişirən deməkdir, hazırlayır mənasıca Koreya dilində. Qoq da olanda Koreyalı hazırlayır. Yəni iki belə deyək də sözün birləşməsindən yaranan bir sözdür. Və belə deyək də mən öz adımla sağollaşıram. Sağ olun, kanalımıza abunə olun. Bugün Koreya mətbəxindəydik. Takip edin, bəyənin, abunə olun. Sağ olun. Və gələn görüşlərdə
Yaxşı.